dünyanın neft ölkələrinin vətəndaşlarına həmin ölkə bu sərvətdən gələn gəlirdən pay verir. Azərbaycan qanunlarında da bu göstərilsə də, təəssüflər olsun ki, bu qanunlara məhəl qoyan yoxdur. Çünki qanunlar Azərbaycanda şah deyil. Ona görə ki, xalqa məxsus olan bu sərvətlərin talan edilməsinə göz yumanlar düşünmək belə istəmirlər ki, ölkə vətəndaşlarının 80%-i acınacaqlı vəziyyətdə yaşayır. Təəssüflə bildirmək istərdim ki, qanunla Azərbaycanın yeraltı və yerüstü sərvətləri xalqa məxsus olsa da, nəinki bu sərvətdən xalqa pay verilir, hətta uşaq pulu verməməklə yanaşı. Qarabağ Savaşında öz həyatını təhlükəyə qoyan müharibə veteranına 80 manat müavinət verməklə kifayətlənirlər. Azadlıq qəzetinin yazdığına görə, Soqar Trading'in rəhbəri Məryəm Almazzadə Persilivets soyadlı İsveçrə vətəndaşı imiş. İsveçrədə yerləşən Soqar Trading'in 2018-ci ildən bu günlərə qədər rəhbəri vəzifəsini tutan Məryəm Almazzadənin İsveçrə vətəndaşlığını aldığını və soyadının o ölkənin pasportunda Persilivets olduğu məlum olub. Maltada ağır cinayətlərdə ada hallanan Soqar Trading hakim rejimin ən müxtəlif maliyyə maxinasiyalarında ada hallanan təşkilat kimi tanınıb. Hər il azı 50 milyon ton neft satan bu şirkət dövlət büdcəsinə cüzi gəlir ödəyir. Bir neçə il bundan əvvəl il ərzində 51 milyon ton neft satan şirkətin gəlirinin cəmi 25 milyon dollar olduğu bildirilmişdir. Aqil Mahmudlu, Həftəlik Azərbaycan.